Salam dostlar, ikinci videoma xoş gəlmisiniz. Bu videoda Azərbaycan ilə danışmaq istəyirəm bu dəfə. Çünki niyə də olmasın? Neysə. Deməli, Azərbaycan ilə həm 11-ci sinifdə, həm də 9-cu sinifin buraxılış imtahanlarında 100 yazan biri olaraq nə edirdim, necə çalışırdım, necə Azərbaycan ilə 100 yazmaq olar, bu haqqda danışmaq istəyirəm. İlk öncə Azərbaycan ilə mən çox uşaqda görmüşəm ki, mətnləri yaza bilirlər, qrammatikada çətinlik çəkirlər. Yəni, ən azından mənim qrupumda olan uşaqlarda elə idi. Amma məndə isə bu tərsinə idi. Yəni, mən qrammatikada çox asan gəlirdi, amma mətnlərdə daha çox çətinlik çəkirdim. İlk öncə qrammatikadan danışım. Qrammatikadan deməli, qaydaları bilməlisiniz o öz yerində, amma qaydaları bilməklə hər şey qurtarmır. Necə yəni? Məsələn, sən sadəcə qaydanı əzbər bilirsənsə, burada sənin işin bitmir. Yəni, qaydanı bildimsə, qrammatikanı 10-da 10 yazacağam, elə bir şey yoxdur. Siz nə etməlisiniz? Qrammatikadan çoxlu testlər işləməlisiniz. Əlbəttə, qaydaları bildikdən sonra. Çünki qaydanı bilməsən, test işləməyin bir mənası olmur. Test işləməyi bilsən, qaydanı bilmədən zaten onu edə bilməsən. Deməli, qayda üçün biz bu kitabdan istifadə edirdik. Hədəfin Azərbaycan kitabıdır bu. Hədəf kurslarının Azərbaycanlı qayda kitabı və bunun içərisində məncə çox gözəl yazılıb qaydalar. Yəni, çox bəyəndiyim bir kitabdır. Qaydaları buradan yaxşıca öyrənməlisiniz və ondan sonra iş gəlir test hissəsinə. Test hissəsində isə toplumun qrammatikalarından istifadə edə bilərsiniz ilk öncə. İlk başda zaten topludur. Mövzu zaten onları işləyəcəksiniz. Amma sonda gələn genetik əlaqə testləri var ki, bu qaydalardan daha çox kömək olacaq sizə. Çünki qəbulda daha çox genetik əlaqədən düşəcək sizə. Yəni, o tipdə testlər düşəcək ki, buraxılışda yazasınız. Və əgər bu hissəsini də elədinizsə, gəlirik, keçirik RM-ə. Bu arada toplu da yəni, zaten bilirik, bu dimin toplusudur. RM-dən belə bir kitabdır. 111 mətin. 111 mətin hissəsini işləmirik. Biz sadəcə qayda hissəsini işləmişdik. Burada hər mövzuya aid qayda testləri var və onların da qapalı testlərini işləmişdik. Məncə bu çox kömək olur insana, çünki həqiqətən də çox xoşum gələn bir vəsaitdir. Mən çox sevirdim də bunu. Qayda hissəsindən məncə fikirlərim bu qədərdir. Mən çox çətinlik çəkdiyim qaydalar şeydir. Durğu işarələrini qoymağıdır. Yəni, durğu işarələrində məncə çoxunuz çətinlik çəkərsiniz. Bu, vasitəli durğu işarələri, nə bilim, nöqtəli vergül və s. Bunlarda qoyulan durğu işarələri, yəni həqiqətən çətinlik çəkirdim. Bunun üçün siz daha çox test üzərində işləməlisiniz. Çünki həqiqətən də testlər sizi inkişaf etdirəcək bu üzrə. Yalnız durğu işarələrində, yəni. Digər mövzularda isə, məsələn, zərf kimi, əvəzlik kimi və ya mürəkkəb cümlənin növləri kimi mövzularda əlbəttə qayda ilk öncə gəlir. Ondan sonra isə testlər mütləq işlənməlidir. Sonra qayda hissəsini bitirdiyimə görə keçirəm. Bir də orfoqrafiya, orfoepi məsələləri var. Bunları da Azərbaycan orfoqrafiya, orfoepi lüğətləri, frazeoloji birləşmələrin də lüğətləri olmalıdır məncə. Onlara da baxsaz yaxşı olar. Mən özüm Azərbaycan ilə olimpiadaya hazırlaşdığıma görə qayda hissəm superdir. Yəni, qaydaları çox yaxşı bilirdim. Amma mətnlərdən çətinlik çəkirdim. Mətnə gələndə nə etməliyik? Mətnlərdə sual tiplərini bilmək lazımdır ilk öncə. Məsələn, fakt ehtimal sualları var, klaster sualları var, müxtəlif cümlələri tamamlamaq sualları var ki, bu tiplər var, sualların tipləri var. Yəni, zaten sizə bu tipli suallar düşəcək. Doğru yanlışı seçmə sualları var. Bu tipli sualları öyrənsəz, yəni, bunlar elə bil şablon suallardır. Yəni, şablon olaraq bunları bilsəz, bu sizi 1-0 önə atacaq zaten. Digər tərəfdən mətnlərdən yenə də tövsiyəm odur ki, işləyəsiniz. Mətni sadəcə işləməklə möhkəmləndirə bilərsiniz. İki cür mətn olur, zaten bunu bilirik. Bədii və publisistik. Bu bədii mətnlərdə mən daha çox bədilərdə çətinlik çəkirdim. Çünki daha çox fantastik falan olur da, yəni onu düşünmək məncə daha çətin gəlir adama. Və publisistik mətnlərdə isə necə olur? Artıq sizə bir elmi məlumat falan verirlər ki, bu da publisistik üslubda olur və işləyirsiniz. Bir də mətnləri işləmək üçün sizə lazım olan bir qayda var. Üslubların qaydası, bədii üslublar.
bədii üslub, publisistik üslub, elmi üslub, rəsmi işgüzar üslub və s. Üslubları bilməlisiniz, mütləq. Mətn işləyirsinizsə, sizin ilk öncə öyrənməli olacağınız şey üslublar olacaq. Üslubları əvvəlcə yaxşıca öyrənirsən, sonra mətnə girişirsən. Deməli, mətn işlədikdə dedim ki, üslublar birinci öyrənilməlidir. Sonra gəlir şablon suallar, zaten bu fakt ehtimal sualları və ya müxtəlif doğru-yanlış sualları var. Doğru-yanlış sualları çox çaşdırıcı olur. Məsələn, sizə doğrunun altında doğru fikir verir, yanlışın altında da doğru fikir verir. Siz orada doğrunu seçməlisiniz. Yanlışın altında doğrudursa, bu zaman səhv olacaq da, çünki yanlışın altında yanlış olmalıdır. Bu tipli suallar var. Və mətn işləməyin, dedim ki, əsas açarı daha çox təkrar mətnləri işləməkdir. Hansı vəsaitdən istifadə edirdim mətn işləmək üçün? Məndə 3 dənə vəsait vardı. Bu 60 mətndir, bu ilk hissəsidir. Əgər 10-cu sinifsə, 60 mətnin ilk hissəsi sizə kömək olar. Sonra 60 mətnin ikinci hissəsi var. Əgər 11-ci sinifsə, mütləq bunu işləyin, çox gözəldir. Suallar, məsələn, şablon suallar olsun, digər çox öyrədici və gözəldir. Bunun hətta qayda hissəsi də var. Yəni, mətnlərdən əvvəl 10 dənə qayda sualı gəlir. Qaydalar da çox düşündürücüdür və yəni bir sözlə möhtəşəmdir. Çox xoşuma gəlir. İkinci hissəsi 11-lər üçün daha faydalı olar. Bir də belə bir test var. Bunu da 10-cu sinifdə işləyə bilərsiniz. Bunun sonunda qəbul testləri var. Yəni, buraxılışın testləri var ki, mən buraxılışların testlərini də buradan işləmişdim. Başqa olaraq mətnlərdən nə tövsiyə edə bilərəm? Dediyim kimi, üslubları bilin, şablon sualları bilin və necə işləyin mətni. Mətnə hardan başlamaq lazımdır? Mətnə başlayanda birinci suallara baxırsan. Sualları, məsələn, oxudun, gördün ki, nə sual verir mənə? Və bundan sonra isə artıq mətnə keçirsən. Birinci sualları gör, sonra mətnə keç ki, artıq diqqət yetirəsən ki, sən hansı sualdan söhbət gedəcək, hansı hissəyə diqqət yetirməliyəm. Mətni oxuduqda artıq sənin o sual yadığa düşəcək və gəlib mətndən həmin hissəni tez qaralayacaqsan. Və bu da sənə kömək olacaq, yəni. Diqqət yetirməli olduğun hissələri bilmək sənə daha yaxşı da avantaj sağlayacaq. Azərbaycanla başqa nə işləmək lazımdır? Qayda hissəsini dedik, mətn hissəsini dedik. Əlavə olaraq mən OTK-nın testlərini məsləhət görürəm. OTK-nın testləri, yəni OTK-nın keçmiş illərinin testləri, OTK bilirsiniz ki, dillə əməkdaşlıq edir. Əslində bu il bizə o qədər də xeyri olmadı, çünki OTK-dan Azərbaycanla deyə bilmərəm, Azərbaycanla zaten 100 yazırdım, buraxışda da 100 yazdım. Amma digər fənlərdə riyaziyyat çox asan olmuşdu OTK-da və mən riyaziyyatı öz buraxılışımızda çox bərbad eləmişdim. 83 olmuşdu. Baxın burada belə OTK testləri var. Yəni OTK-nın əvvəlki illəri keçirdiyi testlər. Bu testləri əvvəlki illəri işləsəz çox yaxşı kömək olacaq sizə. Bir də buraxılışların əvvəlki illərini işləsəz, bu da həqiqətən də sizi hər kəsdən bir 0 öne atır. Çünki artıq siz sual tiplərini bilirsiniz, nə sual düşür onu bilirsiniz. Yəni sual tiplərini bilmək sizə daha da kömək olacaq. Deməli, dediyim kimi, Azərbaycan ümumiyyətlə qayda hissəsi, mətn hissəsi və bir də əvvəlki illərin buraxışları işləmək çox gözəl olar. Mən hətta bloklarda işləmişdim. 26 falan yazırdım Azərbaycanda, 3-cü qrupa gedə bilərdim. Müxtəlif mətn sual, orada orfoqrafiya, orfeopiya sualları vardı, onlardan səhv eləmişdim. Sizə deyə biləcəyim şeylər bu qədərdir. Hər kəsə uğurlar arzulayıram imtahanlarında. İnşallah hər kəs üçün xeyirlisi. Kanalı izləmədə qalın. Uğurlar.